Salam uşaqlar. Bugün sizə heyvanlarda cinsi çoxalma mövzusunu izahını verəcəm. Biz bilirik ki, çoxalmanın iki növü var heyvanlarda: cinsi və qeyri-cinsi çoxalma. Hər bir çoxalma növünün də özünə məxsus xüsusiyyətləri var. Bugün sizə cinsi çoxalma haqqında danışacaq. Cinsi çoxalmanın xüsusiyyətlərindən heyvanlarda növün davamlılığını təmin edir. Cinsi çoxalma birinci xüsusiyyətlərindən olaraq növün davamlılığını təmin edir. İkinci xüsusiyyətləri ən mühüm genetik müxtəliflik yaradır. Ən mühüm xüsusiyyəti genetik müxtəlif yaratmaqla əlaqədar elə növün davamlılığıdır, ətraf mühitə uyğunlaşmasıdır, təmin olunur. Genetik müxtəliflik yaradır. Bir də təkamüldə növlərin ətraf mühitə uyğunlaşmasında böyük rol oynayır. Təkamüldə növlərin ətraf mühitə uyğunlaşmasında böyük rol oynayır cinsi çoxalma. İndi keçək dərsimizə. Cinsi çoxalma əksərən cinsi hüceyrələrin, qametlərin birləşməsi nəticəsində yeni orqanizmlərin yaranması prosesidir. Uşaqlar, biz bütün canlı heyvan orqanizmlərində iki tip hüceyrə qrupu var. Demək olar canlılarda somatik hüceyrələr, yəni bədən hüceyrələri, bir də cinsi hüceyrələr. Cinsi hüceyrələr cinsiyyət vəzlərində əmələ gəlir. Amma digər yerdə qalan hüceyrələr isə somatik hüceyrələr adlanır. Deməli, cinsi hüceyrələr həm də qametlərdə adlandıra bilərik. Cinsi hüceyrələri qametlərdə adlandıra bilərik. Və bu cinsi hüceyrələr orqanizmdə qametogenez sayəsində cinsi vəzlərdə, yumurtalıqda və toxumluqlarda əmələ gəlir. Gəlin ilk olaraq yumurtalıqda əmələ gələn dişi yumurta hüceyrə haqqında danışaq. Deməli, şəkildə gördüyümüz yumurta hüceyrədir. Yuvarlaq, dəyirmi şəkildə olan yumurta hüceyrə. Yumurta hüceyrə hərəkətsizdir, iridir, böyükdür və bunun daxilində iri nüvəsi, baxın iri nüvəsi, sitoplazması var. Sitoplazması hüceyrə orqanoidlərindən zəngindir. Bundan əlavə, rüşeyimin inkişafı üçün ona lazım olan ehtiyat qida maddələrlə zəngin olan sarılığı var. Nə üçün deyirik ehtiyat qida maddələri yumurta hüceyrədə var? Çünki yumurta hüceyrədən mayalanmaz yumurta hüceyrədə gedir və burada yeni orqanizmin inkişafı bax bu yumurta hüceyrədən başlayır. Burada ehtiyat qida maddələri sarılıqla zəngin olmalıdır ki, yeni orqanizm ilk qidalanmanı bax bu sarılıqdan qidalanır. Sürünənlərdə və quşlarda yumurta hüceyrələr adətən sarılıqla zəngin olur. Sürünənlərdə, quşlarda. Yəqin ki, evdə quş yumurtası görmüsünüz. Bu quşların yumurtasına diqqətlə baxsa, içərisindən sarısı daha böyük olurlar. Səbəb nədir? Çünki mayalanmadan sonra yeni orqanizm anadan kənarda inkişaf edir. Anadan kənarda inkişaf etdiyi üçün bu rüşeyimin üçün qida lazımdır. Bu ehtiyat qida maddəsi bu sarılıqda. Rüşeyim ilkin ehtiyat qida maddəsi bu sarılıqda. Yumurtanın o sarısı ilə qidalanır. Sarıdan. Bundan da sonda cücəmələ gəlir yeni orqanizm. Adətən sarılıqla zəngin olan sarılıqla daha zəngin və spermatozoiddən daha iri olur. Yəni yumurta hüceyrə sarılıqla zəngindir və spermatozoiddən iri olur. Spermatozoid çox xırda olur, yumurta hüceyrə iri olur, dəyirmi olur, hərəkətsizdir. Amma spermatozoid da onun əksinədir. İndi isə spermatozoida baxaq. Spermatozoid erkək qametlərdir və toxumluqlarda əmələ gəlir. Və 3 hissədən ibarətdir. Başcıq, boyuncuq və qamçıdan ibarətdir. Çox xırda yumurta hüceyrəyə nisbətən çox xırdadır spermatozoid. Spermatozoidin bu ön hissəsində akrosom adlanan fermentlə zəngin sahəsi var. Bu ön hissəsi var. Burada akrosom. Daxildə fermentlə zəngindir. Bunun funksiyası nədir? Burada yumurta hüceyrənin membranı ilə yumurta hüceyrənin membranı folikul membranı arasında şəffaf zülal qat var. Və bu şəffaf zülal qatı
dəlib spermatozoid yumurta hüceyrəyə daxil olmaq üçün bu akrosom ferment sayı var ki, bunun sayəsində yumurta hüceyrənin membranı dəlib içəriyə daxil olur və mayalanmanı həyata keçirir. Deməli, cinsi çoxalma zamanı dişi qamet ilə erkək qametlərin birləşməsindən ziqot yaranır. İlk olaraq mayalanma prosesi gedir. Spermatozoid yumurta hüceyrəyə daxil olur. Yəni, erkək qamet spermatozoid ilə dişi qametin birləşməsi mayalanma adlanır və bu zaman nə yaranır? Ziqot yaranır. Bu proses mayalanma adlanır. Yəni, bu mayalanma zamanı ziqot yaranır. Cinsi yolla çoxlanan heyvanlarda fərdi inkişaf adətən mayalanma ilə başlayır. Deməli, fərdi inkişafın ilk başlanğıc nə oldu? Mayalanma. Deməli, burada bizə, uşaqlar, bitki və heyvanlarda cinsi çoxalmanı qrafik verilibdir. Siz keçən 7-ci sinif dərsində bitkilərdə cinsi çoxalma mövzunu keçmişik və buna əsasən bu qrafiki işləməliyik. Və xatırlatma eləyəcəm sizə qrafik üçün. Şəkilə baxaq. Şəkildə görürük ki, bitki orqanizmi görürük, çiçəkdir. Biz bilirik ki, çiçəkdə bitkinin erkək və dişi orqanları yerləşir. Məsələn, burada tozluq var. Erkəklikdə erkək cins orqanı erkəkciyin tozluğunu göstərir. Şəkildə burada tozluq göstərir. Tozluğun içərisində tozcuqlar əmələ gəlir və mayalanma zamanı bir tozcuq başqa dişinin, bax burada tozcuq, bu tozcuq başqa dişinin yumurtalığına düşür. Bax burada yumurtalığa düşür. Bu yumurtalığın ağzıdır. Yumurtalığın ağzı yapışqan olur, tozluq bura düşüb yapışır və başlayır burada tozcuq düşür bura yapışır və başlayır burada yetişməyə. Bu isə yumurtalıqdır. Baxın, bu isə yumurtalıqdır. Deməli, bu erkək orqan, bu isə yumurtalıq dişi orqanı. Aha, erkək və erkəkcik və dişicikdir yəni. Deməli, erkəkcikdə tozluq var. Tozluğun içərisinə tozcuqlar yetişir və baxın, burada həşəratla tozlanma həyata keçir. Həşərat qonur erkəkciyin tozluğunu gətirir başqa bir çiçəyin, yəni eyni bitkinin başqa bir çiçəyinin yumurtalığının ağzına düşür və burada tozcuq yetişməyə başlayır. İndi isə burada daha yaxından verib tozcuq yetişir və tozcuğun yetişməsi sayəsində tozcuq daxildən iki vegetativ və generativ növ əmələ gətirirdi. Vegetativ növə tozcuq borusunun əmələ gəlməsində iştirak edirdi. Generativ növə isə iki yerə bölünüb spermlər əmələ gətirdi və bu spermlər tozcuq borusunda əmələ gəldi. Diqqət edin, spermlər harada əmələ gəldi? Tozcuq borusunda əmələ gəldi və spermlər gəlib yumurtalığa çatır, rüşeym hissəsinə daxil olur və burada mayalanmanı həyata keçirirdi. Burada yumurtalıqdır, yumurtalığın daxilində rüşeym hissələri yerləşir. O da toxum sayından fərqli olaraq sayından olur. Aslı olaraq rüşeym hissələrdə toxumun sayına görə yerləşir. Yəni, bir rüşeym hissəsindən bir toxum əmələ gəlir. Və burada mayalanma həyata keçirir. Spermlərin biri yumurta hüceyrəni mayalandırır, yumurtalıqda yerləşən yumurta hüceyrəni mayalandırır, digər sperm isə mərkəzi hüceyrəni mayalandırırdı və meyvən əmələ gəldi. Yumurta hüceyrə və mərkəzi hüceyrə mayalanmasından meyvə əmələ gəldi. Burada altda isə heyvanlarda cins. Əslində bunu 7-ci sinif dərsliyində keçmişsiniz. Bunda təkrar xarakter, izahını təkrar xarakteri daşıdı. İndi aşağıya baxaq. Aşağıda bizə verib triton verib. Triton sürünənlər, suda qurda yaşayanlar aiddir, üzr istəyirəm. Erkək triton verib, bir də dişi triton verilib. İlk olsa burada baxanda cinsi dimorfizmi görürük. Yəni erkəklə dişi bir-birindən fərqlənir. Erkək tritonda spermatozoid əmələ gəldi. Dişi tritonda isə yumurta hüceyrə. Bu spermatozoiddir, bu isə yumurta hüceyrə. Mayalama baş verir. Spermatozoid yumurta hüceyrəyə daxil oldu və burada mayalanma prosesi getdi. Mayalamadan sonra da ziqot əmələ gəldi. İndi gəlin tapşırıqda görə bizdə nə istəyir? Deməli, erkək qamet adı bitkilərdə və heyvana. Bitkidə erkək qamet sperm adlanır. Sperm. Heyvanda isə spermatozoid. Yəni, sperm. Çünki heyvanın erkək qametində qamçı var, amma bitkidə isə yoxdur. Dişi qamet hər ikisində yumurta hüceyrə.
Yumurta, hüceyrə. Bitkidə də, heyvanda da hərəkətsizdir, dəyirmidir. Hüceyrə. Erkək qametlər harada əmələ gəlir? Erkək qamet tozcuq borusunda əmələ gəlir bitkilərdə. Tozcuq borusunda. Generativ nüvənin bölünməsi sayəsində. Heyvan orqanizmdə erkək qamet toxumluqda əmələ gəlir. Cinsi vəzlərdə. Yəni cinsi vəzdir, erkək cinsi vəzdir. Dişi qametlər harada əmələ gəlir? Dişi qametlər yumurtalıqda, bitkilərdə də. Heyvan orqanizmdə də yumurtalıqda əmələ gəlir. Bu da cinsi vəzlərdə. Keçək dərsimizə. Dişi və erkək orqanları ayrı-ayrı fərdlərdə olan heyvanlar ayrıcinsi orqanizmlər adlanırlar. Uşaqlar, cinsi hüceyrələri dişi və erkəkdə ayrı əmələ, dişidə yumurta hüceyrə, erkəkdə spermatozoid əmələ gələ bilirik və bunlar ayrı-ayrı orqanizmlərdə əmələ gəlirsə, ayrı cinsiyyətli orqanizm adlanır. Erkəyi və dişisi var, ayrı cinsiyyətli. Bir fərddə hər iki cinsiyyət orqanı olan orqanizmlərdə var ki, bunlar hermafroditlər adlanırlar. Yəni, bəzi heyvanlarda bəzi heyvan növləri var ki, bunlarda həm bir fərdin daxilində həm erkək, həm də dişi qametlər əmələ gəlir. Bunlarda, məsələn, bir çox onurğasılarda, ən çox onurğasılarda olur bu. Onurğasılarda, bəzi mollyskların uşaqlar, qarnayaqlı mollysklara, buradan yazdım, qarnayaqlı mollysklarda. Amma iki taylı ilə baş ayaqlar da ayrı cinslidir. Bu hermafroditdir. Mollysklardan qarnayaqlılar hermafroditdir. Yastı və həlqəvi qurdlarda, məsələn, soxulcanın özü hermafroditdir. Erkək və dişi qametlər eyni bir orqanizmdə əmələ gəlir. Yastı qurdlarda, parazit yastı qurdlarda, məsələn, lent şəkilli qurdlar da var, planari var. Burada yazın planari. Planaridə. Sonra lent şəkilli qurdlarda, qaraciyər sorucusu, parazit qurdlarda. Məsələn, bunlarda hamısında erkək və dişi qamət bir orqanizmdə yerləşir. Sonra bəzi balıqlarda hermafroditlər sırasına daxildir. Sonra mayalanmadan danışaq. Mayalanmanı gələn dərsi izah edərəm uşaqlar.